Tibi Aygün Bağırlı. Düzdür. Salam, xoş gördük hamınızı. Bu 4 gündür davam edən 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında hamınızı salamlayıram. Bir-birindən maraqlı, zəngin, maarifləndirici panellərimizin biri də bu il 150 illiyini qeyd etdiyimiz Süleyman Sani Axundova həsr olunubdur. Mən bununla bağlı danışacaq qonaqlarımızı dəvət edirəm. Orxan müəllim, Orxan Baharlı, Mədəniyyət Nazirliyinin əməkdaşı, tədqiqatçı, jurnalist. Buyurun Orxan müəllim. Şöhrət xanım, Pedaqoji Universitetin Ədəbiyyatın Tədrisi Kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent. Buyurun Şöhrət xanım. Əyləşin sizdə. Süleyman Sani Axundovun qeyd etdiyim kimi bu il 150 illik yubileydir. O 1875-ci ildə Azərbaycanın Dilbər Güşəsi Mədəniyyət Ocağı qədim Şuşa şəhərində anadan olmuşdu. Körpə ikən öz atasını itirən Süleyman öz anasının himayəsində böyüməli olur. Süleymanın dayısı 16 il Qori seminariyasında dərs demiş Səfərəli Vəlibəyovun dəstəyi ilə onun həm böyük qardaşı, həm özü Qori seminariyasında təhsil alır, Azərbaycana qayıdır. Bu Süleyman, Azərbaycana qayıdan Süleyman deyim ki, Azərbaycanın maariflənməsi uğrunda həddindən artıq çox işlər görmüşdü. O öz əqidədaşları ilə, maarif sahəsindəki, maarif cəbhəsindəki silahdaşları ilə gördüyü ağır, çətin, amma eyni zamanda məsuliyyətli və böyük işlərə görə bütün rakurslardan baxanda işıqlı görünür. O həm pedaqoq idi, həm yazıcı idi, həm nasir dramaturq idi, həm ictimai xadim kimi bizim söz və fikir tariximizdə öz uğurlu və şərəfli imzasını qoya bilmişdi. Bugünkü qonaqlarımız danışacaqlar onun çox şaxəli fəaliyyətləri haqqında. Mən amma onu qeyd edeyim ki, Süleyman bəyin fəaliyyətinə baxanda onu bütün istiqamətlərdə görürük. O Qori seminariyasını bitirib Azərbaycana qayıdır. Milli məktəblərin təşəkkür tapmasında böyük işlər görür. Əvvəl onlar dərslik proqramları hazırlamağa başlayırlar. Bax bu proqramların əsasında dərsliklər hazırlayırlar. Dərsliklər hazırlayanda onlar milli, ana dilli mətnlərə ehtiyac duyurlar və bu zaman bir yazıcı kimi fəaliyyət göstərib o öz qələmini əlinə alıb uşaqlar üçün hekayələr, kiçik hekayələr yazırlar. Yəni hər sahədə, istər ana dilimizin təbliği istiqamətində, istər o milli ruhun, milli şuurun formalaşması istiqamətində xeyli sayda işlər görmüşlər ki, biz panelimizin irəliləyən dəqiqələrində bu barədə ətraflı məlumat verəcəyik. Mən bununla bağlı Orxan müəllimin araşdırmalarını qeyd edeyim ki, o ilə bu il Süleyman Sani Axundovun yubileyinə yaxşı bir uğurlu töhfə təqdim edib. Bu il o Süleyman Sani Axundov haqqında kitabda çap eləmişdi. Arxiv materialları indiyə qədər çap olunmamış, işıq üzü görməmiş sənədlər və faktlar əsasında. Buyurun Orxan müəllim, özünüz xahiş edirəm. Hər birinizi salamlayıram. Çox sağ olun Aygün xanım. Təşəkkür edirəm sizə. Qeyd etdiyiniz kimi bu illəri Süleyman Sani Axundovun 150 illik yubileyidir. Süleyman Sani Axundovun yaradıcılığı, həyatı və yaradıcılığı müxtəlif illərdə alimlər tərəfindən araşdırılmış və bu araşdırmalar Azərbaycan ədəbiyyatı tarixinə aid olan kitablarda çap olunmuşdur. Süleyman Sani Axundovun həyatı və yaradıcılığa aid eyni zamanda qiymətli elmi məqalələr də yazılmışdır. Və onun yaradıcılığına aid qiymətli monoqrafiyalar da vardır ki, ilk monoqrafiya 1956-cı ildə Məsud Vəliyev tərəfindən Süleyman Sani Axundov adlı monoqrafiyadır. İkinci kitab Professor Cənnət Nağıyevanın Süleyman Sani Axundov arxivinin təsviri adlı kitabıdır. Süleyman Sani Axundovun həyatı və yaradıcılığına aid tədqiqatçılardan biri də filologiya elmləri doktoru Professor Nadir Vəlixanovdur. Nadir müəllimin elmi fəaliyyətini araşdıranda, nəzərdən keçirəndə baxıb görə bilərik ki, onun fəaliyyətinin əsasını məhz Süleyman Sani Axundovun həyatı və yaradıcılığı təşkil edir. Bunun da əsas səbəbi vardır ki, bu səbəblərdən biri Nadir müəllimin Süleyman Sani Axundovu uşaq vaxtlarından yaxından tanıması, Süleyman Sani Axundovun bacısı Mahtaban xanımın nəvəsi olması idi. Çünki Nadir müəllimin anası
Fizzə xanım Mahtaban xanımın qızı olmuşdur. Süleyman Sani Axundovun həyatı və yaradıcılığına aid Nadir Vəlixanovun ilk monoqrafiyası 1968-ci ildə işıq üzü görmüşdü və görkəmli ədibin 100 illik yubileyi münasibəti ilə onun Süleyman Sani Axundov adlı növbəti kitabı çap olunmuşdu. Nadir müəllimin Süleyman Sani Axundovun yaradıcılığına aid apardığı samballı əsəri Süleyman Sani Axundovun elmi bioqrafiyası adlı kitabıdır ki, bu kitab 1996-cı ildə işıq üzü görmüşdür. Süleyman Sani Axundovun yaradıcılığına aid bir çox alimlər, tədqiqatçılar maraqlı fikirlər söyləmişdir. Eyni zamanda Süleyman Sani Axundovun müasirləri Abdullah Şaiq, Mustafayev, Cəmal Cəbrayılbəyli, Süleyman Rüstəm, Profesör Mircəlal Paşayev və başqaları Süleyman Sani Axundovla bağlı maraqlı xatirələrini müxtəlif illərdə qələmə almışdır. Süleyman Sani Axundovun yaradıcılığında Uşaqlıq həyatından xatirələr adlı avtobioqrafik əsər xüsusi yer tutur. Bu əsəri o 1938-ci ildə Pioner jurnalının sifarişi ilə qələmə almışdı. Lakin o dövrdə ədibin ağır xəstə olması və eyni zamanda dünyasını dəyişməsi bu əsərin çapını 12 il yubatmışdı. Əsər 1951-ci ildə Azərbaycan Milli Elm Akademiyasının müxbir üzvü Abbas Zamanovun tərtibçiliyi ilə Süleyman Sani Axundovun seçilmiş əsərlərinə daxil edilmişdir. Və sonraki illərdə isə Nadir Vəlixanovun tərtibatında bu əsər Süleyman Sani Axundovun külliyatında çap olunmuşdur. Süleyman Sani Axundovun Uşaqlıq həyatından xatirələr adlı avtobioqrafik əsər onun doğulub boya başa çatdığı Seyidli kəndi ilə bağlıdır. Seyidli kəndinin meyvə bağlarından ibarət olmasının, Seyidli kəndinin təbiətinin gözəlliyini Süleyman Sani Axundov bu avtobioqrafik əsərdə xüsusi olaraq vurğulamışdır. O eyni zamanda Seyidli kəndində vaxtı ilə yoldaşlıq etdiyi, eyni zamanda yaxından tanıdığı, qohumluq münasibətində olduğu insanların da adlarını qeyd etmişdir. Mən araşdırmalarım zamanı artıq sənədləri əsasında Süleyman Sani Axundovun adlarını qeyd etdiyi insanların kimliklərini və onların sonraki həyatlarına aid maraqlı məlumatları aşkar edə bilmişəm. Süleyman Sani Axundovun eyni zamanda o Qoru müəllimlər seminariyasını 1894-cü ildə bitirdikdən sonra Bakı şəhərinə gəlir. Əvvəlcə 3 nömrəli Rus-Tatar məktəbində dərs deyir və sonra 4 nömrəli Rus-Tatar məktəbinin müdürü işləyir. O məktəbin məktəbin yerləşdiyi binanı uzun illər araşdırmağa başladım. Məlum oldu ki, bu məktəb hazırda Yasamal rayonunda Bəşir Səfərov küçəsində yerləşən bir mərtəbəli bir binadır. Hazırda bu bina yaşayış yeridir və o Süleyman Rüstəm Süleyman Sani Axundov uzun illər bu məktəbdə müdür işlənmiş, dərs demişdir. Həmin məktəbin məzunları içərisində də xalq şairimiz Süleyman Rüstəm də vardı. Süleyman Rüstəm öz xatirələrində Süleyman Sani Axundovun onun həyatında böyük rol olduğunu xüsusilə qeyd eləmişdir. Əli Vəliyev isə, xalq yazıcısı Əli Vəliyev isə Süleyman Sani Axundovla bağlı tanışdığının onun həyatında silinməz iz buraxdığını qeyd eləmişdir. Süleyman Sani Axundov mart ayının 29-u dünyasını dəyişmişdi. Biz o dövrün mətbuat səhifələrini izləyəndə baxıb görə bilərik ki, o illərdə kommunist, ədəbiyyat, gənc işçi, Bakraboyki və Revolyusiya və Kultura, bugünkü jurnalın adı Azərbaycan jurnalıdır, onunla bağlı nekrologlar çap olunmuş və eyni zamanda Yazıçılar İttifaqına Süleyman Sani Axundovun vəfatı münasibəti ilə ünvanlanmış teleqramlar işıq üzü görmüşdür. Süleyman Sani Axundovun dəfni mart ayının 31-i Yazıçılar İttifaqından götürülmüşdü və 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdu.
və bir neçə gündən sonra Süleyman Sani Axundovun bacısı Mahtaban xanımın Yazıçılar İttifaqına ünvanlandığı bir məktub da vardır ki, bu məktubda o hökumətə və ictimaiyyətə qardaşı Süleyman Sani Axundova göstərilən münasibətə görə təşəkkürünü bildirmişdir. Süleyman Sani Axundovun təkcə o yazıcı və dramaturq olmamışdı. O eyni zamanda tərcüməçi də olmuşdu. Hətta gənclik illərində Süleyman Sani Axundov Haqverdiyevin, Nəcəf bəy Vəzirovun yaradıcılıqları əsasında hazırlanmış tamaşalarda da oynamışdı. Süleyman Sani Axundovun daha çox yubiley ili vəfatından sonra keçirilmişdi. İlk yubileyi, 70 illik yubileyi 1945-ci ildə qeyd olunmuşdu. Həmin vaxtı Profesör Mircəlal Paşayevin, Akademik Məmməd Arif Dadaşzadənin silsilə məqalələri çap olunmuşdu. Süleyman Sani Axundovun yubileyi isə Yazıçılar İttifaqının Natavan adına klubunda oktyabr ayının 22'si 1945-ci ildə keçirilmişdi. Yəni oktyabr ayının 21'i Süleyman Sani Axundov anadan olub. Anadan olmasından bir gün sonra, yəni 70 illiyi oktyabr ayının 22'sində qeyd olunmuşdu və həmin illərdə Yazıçılar İttifaqının rəyasət heyətinin sədri xalq şairi Səməd Vurğun idi. Səməd Vurğun həmin vaxtı tədbiri açmış. Tədbirdə Abdullah Şaiq, Mircəlal Paşayev, Süleyman Rüstəm və başqaları öz xatirələrini söyləmişlər. Süleyman Sani Axundovun 80 illik yubileyi isə 1955-ci ildə qeyd olunmuşdu. Nadir Vəlixanovun, Məsud Vəliyevin, Abbas Zamanovun və başqalarının bu münasibətlə elmi məqalələri işıq üzü görmüşdü. Bayaq adını qeyd etdiyi Məsud Vəliyevin Süleyman Sani Axundov adlı monoqrafiyası da Süleyman Sani Axundovun 80 illik yubileyi münasibəti ilə çap olunmuşdu. Süleyman Sani Axundovun 85 illik yubileyi 1960-cı ildə qeyd olunmuşdu. Yenə də Kamran Məmmədovun, Nadir Vəlixanovun, Abbas Zamanovun və başqalarının elmi məqalələri yubiley münasibəti ilə işıq üzü görmüşdü. Və Süleyman Sani Axundovun pyesləri əsasında Akademik Dövlət Dram Teatrında tamaşalar göstərilmiş, elmi tədqiqat institutlarında, təhsil müəssisələrində, orta məktəblərdə ədəbi bədii gecələr və konferanslar keçirilmişdir. Süleyman Sani Axundovun 90 illik yubileyi 1965-ci ildə baş tutmuşdu. Həmin vaxtı yubiley münasibəti ilə radio və televiziyada silsilə verişlər təşkil olunmuşdu. Və bu verişlərlə yanaşı Süleyman Sani Axundovun pyesləri əsasında tamaşalar hazırlanmış. Yenə də Akademik Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında Süleyman Sani Axundovun pyesləri əsasında tamaşalar göstərilmişdir. Süleyman Sani Axundovun 100 illik yubileyi 1975-ci ildə keçirilmiş. Bu münasibətlə komissiya yaradılmış. Komissiyanın sədri xalq yazıçısı İlyas Əfəndiyev və komissiyanın katibi filologiyalar doktoru Nadir Vəlixanov olmuşdu. Həmin tədbirə görə həmin yubiley komissiyasının işlərindən, əsas işlərindən biri də Yazıçılar İttifaqının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda, Gəncədə, Şuşada, Ağdamda silsilə elmi sessiyalar təşkil olunmuşdu. Bu elmi sessiyalarından biri də Ağdamda, yəni Süleyman Sani Axundovun vətəni olan Şuşada, Ağdamda keçirilməsidir. Həmin elmi sessiyada bu gün artıq xalq dünyasında olan Profesör Kamran Məmmədov, Nadir Vəlixanov və Əflatun Məmmədov və başqaları iştirak etmişdir. Süleyman Sani Axundovun 100 illik yubileyi münasibəti ilə Nadir Vəlixanovun kitabı çap olunmuş və Süleyman Sani Axundovun əsərləri əsasında kitab işıq üzü görmüşdür. Bir faktı da qeyd eləmək istəyirəm ki, Süleyman Sani Axundovun uşaqlıq illəri Seyidli kəndində anası Dürnüsə xanımın himayəsində keçmişdi. Onun böyüdüyü, boya başa çatdığı Seyidli kəndindəki mülkü təmir olunmuş və burada onun ev muzeyi yaradılmışdı. Və Süleyman Sani Axundovun üstü də məhz həmin illərdə ev muzeyinin qarşısına qoyulmuşdu.
Bir faktda qeyd eləmək istəyirəm ki, mən uzun illər Süleyman Sani Axundovun büstünün foto şəklini əldə eləməyə çalışırdım. Çox çətinliklər hesabına mən onun foto şəklini əldə elədim. Yəni bildiyimiz kimi Ağdam işğalı dövründə Süleyman Sani Axundovun ata-baba yurdu Seyidli kəndi də işğal altındaydı və onun bu günləri boya başa çatdığı evi, yəni ev muzeyi erməni vandalizmin qurbanı olmuş və büst də dağıdılaraq məhv edilmişdi. Təəssüflər olsun ki, yəni də belə bir reallığı da biz yaşamışıq. Süleyman Sani Axundovun Ağdamda adına əsas şəhərin mərkəzi küçələrindən birinə Axundovun adı verilmiş və Bakıda 172 nömrəli orta məktəbə Süleyman Sani Axundovun adı verilmiş. Bakıda eyni zamanda onun adını daşıyan küçə olmuşdur. Süleyman Sani Axundovun nəslinə mənsub qohumlar da vardır ki, mən çox istəyərdim ki, onların da adlarını qeyd edim. Demək, Axundovun əmisi Mirzə Məhəmməd bəy Axundov uzun illər şəriət fənnindən Seyidli kəndində dərs demişdi. Onun əmsi Mirzə Məhəmməd bəyin oğlu Mirzə Mehdi bəy Axundov Tehranda tibbi təhsil almış və Seyidli kəndində həkim kimi tanınmışdı. Mirzə Mehdi bəy Axundov Süleyman Sani Axundovun bacısı Mahtaban xanımla ailə həyatı qurmuşdu. Görkəmli alimimiz, əməkdar elm xadimi, mənim uzun illər yaxından tanıdığım və bu gün adını ehtiramla, əziz xatirəsini ehtiramla yad etdiyim Adil Məmmədov, tarix elmlər doktoru, professor Adil Məmmədov, Mirzə Mehdi bəy Axundovun və Mahtaban xanımın nəvəsidir. Mirzə Mehdi bəy Axundov 1906-cı ildə Ağdam Cümə məscidində namaz qıldığı yerdə Qazaxlar tərəfindən qətlə yetirilmişdir. Bir Möhsün Nəvvab öz xatirələrində bu barədə məlumat vermişdir. Süleyman Sani Axundovun yaxın qohumlarından biri də doğma qardaşı Rüstəm bəy Axundovdur ki, o Zaqafqaziya müəllimlər seminariyasının məzunu olmuş, Rusiyada hüquq təhsili almış, uzun illər məhkəmə sistemində çalışmış və Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycana qayıtmış və bir müddət tərtərdə yaşamış, 1932-ci ildə dünyasını dəyişmişdir. Onun yaxın qohumlarından biri də dayısı Səfərəli bəy Vəlibəyovun qızları Nicar xanım və Ayna xanımdır. Nicar xanım və Ayna xanım Bakıda Nina Qızlar Məktəbinin məzunu olmuş və bu iki bacı uzun illər təhsil sahəsində fəaliyyət göstərmişlər. Onun daha bir qohumu xalası qızı Mina xanım Astanova'dır ki, Mina xanım Astanova Zəkəriyə bəy Astanovun qızıdır. Zəkəriyə bəy Astanov da bildiyimiz kimi Zaqafqaziya müəllimlər seminariyasının məzunu olmuşdur. Mina xanım 1958-ci ildə əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Bir faktı da qeyd eləmək istəyərdim ki, məhz Səfərəli bəy Vəlibəyovun qızlarının həyatında, eyni zamanda Mina xanımın həyatında onlar atalarını tez itirdikləri üçün Süleyman Sani Axundov onlara həmişə atalıq qayğısı göstərmiş, onların təhsil almasında və savadlı bir şəxs olmasında böyük rolu və xidməti olmuşdur. Mən daha çox istəyərdim ki, Nadir Vəlixanovun da bir daha adını xatırlayım. Nadir müəllim Süleyman Sani Axundovun qeyd etdiyim kimi bacısı nəvəsidir və Nadir müəllimin gələnləri də 100 illik yubileyi tamam olur və onun qeyd etdiyim kimi fəaliyyəti, yaradıcılığı, elmi fəaliyyəti sırf Süleyman Sani Axundovun yaradıcılığından ibarətdir. Süleyman Sani Axundov Qarabağ Maarif şöbəsində, Qarabağ vilayətinin Maarif şöbəsində müdiri işlədiyi illərdə bir çox gözəl təşəbbüslər etmişdir. Şuşada müəllimlər seminariyasının açılması Süleyman Sani Axundovun adı ilə bağlıdır. Əli Vəliyev öz xatirələrində bu faktı təsdiqləmiş və Süleyman Sani Axundovun təşəbbüsü ilə Şuşada müəllimlər seminariyasının açıldığını qeyd etmişdir. Nadir Vəlixanov da tədqiqatlarında ona aid maraqlı fikirlər söyləmişdir. Süleyman Sani Axundov Maarif şöbəsinin müdiri işlədiyi illərdə Qarabağda uşaq evləri, uşaq bağçaları, savad kursları, eyni zamanda
orta məktəblər, klublar, kitabxanalar açmış və əhalinin savadlanmasında, maariflənməsinə aid tədbirlər keçirmişdir. Bu illəri qeyd etdiyimiz kimi Süleyman Sani Axundovun 150 illik şübhəyə tamam olur. Süleyman Sani Axundovun ata-baba yurdu Ağdam, Şuşa bu kimi işğaldan azad edilmişdir. Onun ruhu şaddır ki, onun böyüdüyü, boya başa çatdığı torpaqları, vətəni işğaldan azad edilmişdir. Mən bir daha sizlərin hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Bir daha sizə hər birinizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun Orxan müəllim, Süleyman Sani Axundovun belə həyatı haqqında ətraflı detalları təfərrüatla verdiyiniz üçün. Çox sağ olun ki, Nadir Vəlixanovun da adını burada qeyd elədik. Qeyd edeyim ki, Nadir Vəlixanov uzun illər Nizami Gəncəvadla Ədəbiyyat İnstitutunda işləmiş və o demək olar ki, bütün fəaliyyətini Süleyman Sani Axundovun irsinin araşdırılmasına həsr etmişdi ki, bugün onu da burada biz ehtiramla yad edirik. Süleyman Sani Axundovun adındakı o Sani təxəllüsü ilə bağlı bir məqamı qeyd eləmək istəyirəm. Sani təxəllüsünü həm bir neçə yazılara görə qeyd olunur ki, Süleyman Sani Axundov Mirzə Fətəli Axundova, onun şəxsiyyətinə, yaradıcılığına hörmət və ehtiram əlaməti olaraq o Sani, yəni ikinci Axundov olaraq götürmüşdür. Amma bir neçə mənbənin yazdığına görə isə Süleyman öz əqidədaşı, öz maarifçi Süleyman bəy Əbdürrəhman Bəyovun ehtiram əlaməti olaraq o Sanini götürmüşdü. İkinci Süleyman. Yəni bu hər iki versiya səslənir, amma düşünürəm ki, onun deyəsən özü də qeyd edibdi ki, xatirələrində var ki, o Süleyman bəy Əbdürrəhman Bəyovun adına uyğun olaraq ikinci Süleyman kimi götürmüşdü. Siz burada onun maarifçilik xidmətlərindən danışdınız. Bəli, o cəmi bir il Qarabağda maarif bölməsində müdir kimi fəaliyyət göstərib. O bir ildə Qarabağda, Zəngəzurda neçə savad kursunun açılmasında, qiraətxanaların açılmasında, uşaq bağçalarının, qadınların təhsil almasında nə qədər kursların fəaliyyət göstərməsinə onun təşəbbüs göstərib. Və Şuşadakı müəllimlər seminariyasının da açılması, Orxan müəllimin qeyd etdiyi kimi, Süleyman Sani Axundovun məhz o yazdığı məktub əsasında açılıb fəaliyyət göstərmişdir. Süleyman Sani Axundovun bədii yaradıcılığından nəzər salsaq, onları qeyd eləmək istəyirəm ki, onun ilk qələm təcrübələrini nəzərə almasaq, o yaradıcılığa bir dramaturq kimi başlamış və Tamakkar piyesi ilə Mirzə Fətəli Axundovun Hacı Qara əsərinə hörmət olaraq Tamakkar, onun motivləri əsasında istifadə edərək Tamakkar piyesini yazmışdır. Və bundan başqa da onun dramları çoxdur ki, biz bunlar vasitəsilə həm onun Azərbaycan teatrının inkişafındakı xidmətlərini də qeyd edək. O zaman teatr əsərlər Haqverdiyevin, Nərmanovun, Hüseyn Cavidin əsərləri tamaşaya qoyurdular, tamaşaya hazırlayırdılar. Aktyor çatmayanda özləri səhnəyə çıxırdı. Axundovun özü Nərmanovun Nadir Şah əsərində onun tərəf müqabili olaraq səhnəyə çıxmışdı. Haqverdiyevin Dağılan İttifaq əsərini Şuşada tamaşaya qoyubdu. Özü hazırlayıb səhnələşdirmişdi. Bakıda onun bir neçə piyesinin yeni açılan teatrda səhnələşdirilməsinə təşəbbüs göstərib və ssenarilərini hazırlamışdı. Onun yaradıcılığından, hekayələrindən Şöhrət xanım bugün danışacaqdı. Qeyd edeyim ki, Süleyman Sani Axundovda hansı ehtiyacı yaratmışdı bu uşaqlar üçün hekayələr yazmaq? Bayaq da qeyd etdim, o dərslikləri yazırdı və görürdü ki, tərcümə mətnləri ilə, dünya ədəbiyyatından, Rus ədəbiyyatından olunan tərcümələrlə o istədiyi o milli dəyərlərin təbliğində istədiyi effekti ala bilməyəcək. Ona görə onlar öz qələm yoldaşları ilə birlikdə şeirlər, hekayələr yazmağa başladılar ki, və o özü Qorxulu nağıllar silsiləsi yazdı. Bu nağıllar silsiləsində Qaraca qız, hamınızın tanıdığı ki, onun əsasında Qaraca qız filmi çəkilmişdi. Qaraca qız, Nurəddin hekayəsi, Abbas və Zeynəb, Əhməd və Məlikə hekayələri idi ki, onlar haqqında Şöhrət xanım bugün qeyd edəcək. Bundan əlavə, onun Kövkəb, Yuxu, İrşad adında hekayələr də vardı ki, bunların da mövzusu cahilliyin tənqidi, maarifin inkişafı idi əsas mövzuları. Süleyman Sani Axundovun piyeslərindən qeyd edeyim ki, onun elə piyesləri var ki, Sovet dövründə bir başqa cür təhlil olunubdu. Amma bugünün prizmasından baxanda o bizim üçün başqa cür maraqlıdır. Məsələn, Laçın yuvası əsəri. Laçın yuvası əsərində orada təsvir olunur ki,
Orada Əmraslan ağa öz ata-baba yurdunu vermək istəmir bolşeviklərə. Onun öz oğlu isə bolşeviklərin ordusunun içində həmin kəndə gəlmiş öz ata-baba yurdunu işğal eləməyə çalışırdı. Əmraslan ağa orada yəni bütün bəyləri, ağaları yığıb deyir ki, Laçın yuvası heç vaxtı heç kimə baş əyməyib, bugün də baş əyməyəcək, onu qorumağa çalışır. Bu əsər Sovet dövründə bir başqa aspektdən təhlil olunurdu. Orada bolşeviklərin qələbəsi kimi o qələmə verilirdi o vaxtki təhlillərdə. Amma bugün biz o əsəri təhlil eləyəndə görürük ki, o Laçın yuvasının qorunması bir epoxanın, onun məhv olması bir epoxanın çöküşüydü. Bir nəslin faciəsi idi ki, bugünün aspektindən baxanda o əsər bizə gizli mesajlar əslində görürük ki, ötürübdür. Ona görə düşünürəm ki, Süleyman Sani Axundovun yaradıcılığı bugün bu müstəqillik düşüncəsi ilə yenidən təhlil olunmalı, yenidən izah olunmalıdır. Bununla bağlı Süleyman Sani Axundovun bir əsərinin 5-6 nüsxəsi var, əlyazmalar üstündə qorunur, saxlanır. Bu da onu göstərir ki, o əsərlərinin üzərində dönə-dönə işləyib. Və bunlarla bağlı danışmaq üçün mən sözü Şöhrət müəlliməyə verirəm. Buyurun. Salam. Aygün xanım, mən sizə təşəkkür edirəm. Sonra Süleyman Sani Axundova belə dəyər verən ziyalarımıza təşəkkür edirəm ki, belə bir günü məhz Süleyman Sani Axundov yaradıcılığına həsr eləmişsiniz. Aygün xanım, var olun, təşəkkür edirəm. Özünün maarifçilik fəaliyyəti ilə uşaq və gənclərin əxlaqi və mənəvi tərbiyəsində əsaslı rol oynayan, özlərin məzmunlu, sağlam ideyalı bədii əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən Süleyman Sani Axundov xalqımızın mədəni inkişaf yolunda yorulmadan çalışmışdır. Dərin istedad sahibi olan Süleyman Sani Axundov çox yaxşı bilirdi ki, bədii ədəbiyyatı inkişaf etdirmədən ictimai fikirlərini, ideyalarını maarifçilikdə əks etdirmək mümkün deyildir. Süleyman Sani Axundov nəsr yaradıcılığına qonaqlıq, Köskə və Hürriyyət, Yuxu kimi kiçik həcmli hekayələrlə başlamışdır. Bundan sonra Süleyman Sani Axundov Qorxulu Nağıllar sərlövhəsi altında uşaqlar üçün 5 hekayə yazmışdır. Əhməd və Məlikə, Abbas və Zeynəb, Nurəddin, Qaraca qız və Əşrəf. Bu hekayələrin qəhrəmanlarının hamısının taleyi, təbiəti və xarakteri bir-birinə yaxındır. Bu qəhrəmanların hamısı uşaqlardır. Əhməd və Məlikə 1912-ci ildə, Abbas və Zeynəb 1912-ci ildə adlı kiçik həcmli hekayələrində ədib 1-2 epizodda əsrin əvvəllərində ağır, acınacaqlı həyatını əks etdirməyə çalışmışdı. 10 yaşlı məktəbli Əhmədin, Məlikənin, Xədicənin faciəsi bu ailənin başçısı Nurəddinin atlı arabalı dərəyə uçub həlak olması ilə məhdudlaşmır. Əhmədgilin yaşadığı kəndin əhalisi aclıq çəkir. Ədib yazır ki, Xədicə çörək üçün hansı qonşuya gedirdisə, əli boş qayıdırdı. Çünki hamı bunların günündə idi. Buradan aydın olurdu ki, yazıcı bir ailənin faciəsini Azərbaycan kəndinin ağır məhrumiyyəti ilə vəhdətdə verirdi. Bununla belə, Əhməd və Məlikə hekayəsinin finalında nikbin əhval-ruhiyyə hiss olunur. Cəmaləddin adlı şəxsiyyətli bir səyyah Nurəddinin ailəsinə yardım əli uzadır. Süleyman Sani bilirdi ki, xeyirxax Cəmaləddinlər yalnız bir yoxsul kimsəsiz ailəyə kömək edə bilərdilər. Təsadüfi deyildi ki, ədib bir parça çörəyə möhtac olan başqa yoxsul ailələrin aclıq keçirdiyinə diqqətimizi cəlb edir. Əgər ədib bir tərəfdən balaca oxucularını həyatda bədbin olmamağa çağırırsa, digər tərəfdən onlarda feodal adətlərinə, ictimai bərabərsizliyə qarşı qəzəb hissi doğururdu. Bundan başqa məni ən çox maraqlandıran, mən tədqiqat işi apararkən Süleyman Sani Axundovun Qaraca qız və Nurəddin əsərlərini haqqında yazılmış məqalələrlə maraqlandım və sonra bu əsərlərin yazılma tarixlərinə baxdım və bunlar arasında bir sıra fərqlər məni özümün diqqətimi çəkdi və hər zaman auditoriyada bu əsərləri tədris edən zaman, əsərlərin bədii xüsusiyyətlərini aşıb göstərməyə çalışan zaman, əsərlərin yazılma tarixlərində olan fərqləri uşaqların diqqətinə çatdırmağa çalışmışam. Məmməd Arif yazır, Süleyman Sani hər şeydən əvvəl bir müəllim idi. Böyük mənada, ən hörmətli mənada müəllim idi. Onun yaradıcılığı da öz ilhamını bir müəllimlikdən alırdı. O bütün yazılarında bir müəllim kimi oxucularını tərbiyə etməyə,
onlara bilik, ibrət və mərifət verməyə çalışırdı. Bu cəhətdən qorxulu nağıllardakı Nurəddin və Qaraca qız hekayələri çox səciyyəvidir. Süleyman Sani Axundov sonralar qorxulu nağılları məktəb jurnalında götürüb çap etdirərkən onların üzərində yaradıcılıq işləri də aparmışdır. Məsələn, Nurəddin hekayəsinin ilk nəşri məktəb jurnalı 1912-ci il nömrə 9, 20, 21, 22, sonraki nəşrlər arasında bəzi fərqlər vardır. Ədib 1936-cı ildə əsərlərini kitab halında çapa hazırlayarkən bu hekayələr üzərində yenidən işləmiş, Sovet ideologiyasına uyğun olaraq hekayənin mülkədarlığa qarşı tənqidi pafosunu gücləndirmək məqsədi ilə məcburi olaraq bir sıra dəyişikliklər və əlavələr etmişdir. Məsələn, ilk nəşirdə məktəbli Fatıma atası Hacızamədə deyir ki, müəllimimizin əmrinə görə gərək sabah elə bir nağıl düzəldəm ki, ondan belə bir məna çıxsın. Yaxşılıq elə at dəryaya, balıq bilməsə də xaliq bilər. Bu cümlədəki xaliq sözü Allaha işarə idi. Ədib Sovet dövründə yeni görüşlərlə əlaqədar olaraq həmin atalar sözünü yaxşılıq elə əvəzinə görərsən şəklində yazmışdır. Hacı Nəsir Rəhimə yaxşılıq etmişdi. Bunun əvəzində Rəhim Nurəddinə ilk nəşrində Nurəddinin adı Nur Ələddin kimi verilir. Bu müəllifin həmin obrazın işıqlı düşüncəli olduğunu, onun adında da nəzərə çatdırması ilə əlaqədardır. Hacı Nəsir əsərin müsbət surəsi ezab etdiyimiz Rəhimə yaxşılıq etmişdir. Bunun əvəzində Rəhim Nurəddinə kibrit qutusu irilikdə Quran gətirir. Həlimə də Quranı öpüb gözlərinə qoyur və həmin Quranı sonra da Rəhim Nurəddinə Quran yox, Sədinin Gülüstan kitabını yadigar verir. Bu dəyişikliklər 36-cı il nəşrində gedir. 30-cu illərdə Bulqar sosializmin təsiri ilə olmuşdur və əsər elə müsbət təsir göstərməmişdir dəyişikliklər. İlk nəşrdə Hacı Səməd Nəsirin övladı olmasını Allah Taala'nın kəraməti ilə bağlayır. Əsərin sonraki nəşrində isə Allah Taala kəraməti etdi sözləri atılmış və bunun əvəzində axırda bunların bir oğlu oldu yazılmışdır. Hacı Nəsir arvadı Həlimənin ölümündən sonra oğlunun iztirabını, qəmgin əhval-ruhiyyəsini, kədərini yox edə bilmir. Elə güman edir ki, Gülpəri ilə evlənməklə oğlunu pərişan həlini rəf edə bilər. Ata səhv edirdi. Nurəddin doğma anasının qırılmaz tellərlə bağlı idi. O, ana məhəbbətini ürəyində yaşadırdı. Bu həssas təbiətli, ağıllı uşaq atasının tezliklə evlənməsini vəfazlılıq kimi qiymətləndirirdi. Onun atasının sözündən çıxıb əmrinin yerinə yetirilməməsinə də səbəb bu idi. Gülpəri də həyat yoldaşı Hacı Nəsirlə ailə qurması saadət gətirmir. Əksinə onun ailəsində səmimiyyət yoxdur. Bu səmimiyyət pozulmuşdur. Çünki Gülpəri bədxasiyyət, əməyi sevməyən, xəbiz, şöhrətpərəst bir xanımdır. O bu ailəyə düşər-düşməz öz murdar xasiyyətlərini biruzə verir. Nurəddini döyüb incidir. Bu da Hacı Nəsirə ağır dərd olur. Gülpərini boşamaq istəyir, ancaq qəflətən ölür. Nurəddin əzablı günləri bundan sonra başlayır. Belinski deyir, uşağa tam sərbəstlik vermək, onu məhv etmək deməkdir. Nurəddin əsərindəki Əmrəslana uşaqlıqdan tam sərbəstlik vermişdir. Ədib yazır, valideyni Əmrəslanı əzizləyib ərköyün böyütmüşdü. Balaca Əmrəslan üçün yox kəlməsi yox idi. Hər xahişi ata-anası tərəfindən fövr əmələ gəlirdi. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmrəslan məktəbdə oxuya bilmir, ailə qurmur, qumar oynayır, yol kəsir. Nəticədə pis əməllər onu məhv edir. Nurəddindən sonra Süleyman Sani Axundov Qaraca qız əsərini yazmışdır. Qaraca qız əsəri Süleyman Sani Axundovun nəsrinin ən kamil bədii cəhətdən ən güclü nümunəsi hesab olunur. Cəsarətlə demək olar ki, bədii nəsr aləmində Süleyman Sani Axundova bir nasir kimi şöhrət qazandıran, onu məşhurlaşdıran Qaraca qız hekayəsidir. Hekayədə elə bir səhifə yoxdur ki, orada ədibin insanpərvərlik hissi çarpan ürəyi duyulmasın. Uşaqlığın poeziyasını, uşaqlıq dünyasının incəlik və gözəlliyini dərindən dərinə duymaq, sevmək, qiymətləndirmək Qaraca qız əsərində daha təsirli bir şəkildədir. Qaraca qız ilk dəfə 1913-cü ildə məktəb jurnalında dərc edilmişdir.
Əsərin bir nüsxəsi 1936-cı ildə Süleyman Sani Axundovun əsərləri külliyyatına daxil edilən nüsxə arasında bir sıra mühüm fərqlər vardır. İlk nüsxədə Əhməd və Məlikə, Abbas və Zeynəb, Nurəddin hekayələrindən tanıdığımız Hacı Səməd adlı bir surət vardır. Onun qızı kiçik bir epizod söyləyir. Nabat adlı bir məktəbli qız çox çirkin olduğuna görə yoldaşları onunla oynamaq istəmirdilər. Uşaqlar oynayanda birdən gövhər yıxılır, başı daşa dəyib qanayır. Nabat hamıdan tez ona yardım edir. Bu əhvalatdan sonra uşaqlar Nabatla dostlaşır. Bu epizodu eşidən Hacı Səməd bundan sonra Qaraca qız hekayəsini söyləyir. Əsərin sonraki nəşrində Fatmanın söylədiyi bu əhvalat Qaraca qız hekayəsindən çıxarılmışdır. Sənətkara görə bu əhvalatın əvvəldə verilməsi hekayəsin maraqsız olmasına səbəb ola bilərdi. Qaraca qızın ilk nəşrində Süleyman Sani Hüseynqulu ağanın insani xüsusiyyətini müəyyən qədər qabarıq şəkildə təcəssüm etdirir. O çox vaxt Qaraca qızın müdafiəçisi kimi çıxış edirdi. O hətta psixologiyasını bilən müdrik bir ailə başçısı kimi deyir. Uşaq tayfasının bəy, xan, rəyyət nəylərinə lazımdır. Onlar öz təbiətlərinə tabidirlər. Onun bu mühafizəsi həm də ədibin öz fikridir. Qaraca qız doktor Ağca xanımı ölümdən xilas edib, gözlərini əbədi olaraq yumanda Hüseynqulu ağa, Pərican xanım çox kədərlənirlər. Pərican xanım qəmginləşir və Qaraca qıza etdiyi haqsızlıqdan peşman olur və çox ağlayır. İlk nəşirdə ədib yazır. Hüseynqulu ağa Qaraca qızın qəbri üstündə böyük bir nişangah tikdirdi və baş daşın üstündə canını öz dostu Ağca xanımın uğrunda fəda etdiyini yazırdı ki, bu böyük fədakarlıq vaqe qalsın. Bəs nə üçün Süleyman Sani 1936-cı ildə əsərləri külliyyatını hazırlayıb çap etdirərkən Qaraca qız hekayəsini ilk nəşrindən Hüseynqulu ağanın, Pərican xanımın Qaraca qızın qarşısında peşmançılıq hissi keçirdiklərini, onun qəbri üstündə böyük bir nişangah qoyduqları hissəsini çıxartmış, yeni nəşrə daxil etməmişdir. Bu 1930-cu illərdə Proletar Yazıçılar Cəmiyyətində solçu qrupların bədnam fəaliyyəti ilə əlaqədar idi. Onlar bədii əsərlərdə metod, yazıçı dünya görüşü məsələlərini dərk və izahında düzgün yol tutmur, Sovet ədəbiyyatının görkəmli nümayəndələrinin klassik əsərlərində metodoloji siyasi nöqsanlar axtarır, mətbuatda çıxış edərək sənətkarın dünya görüşündə, bədii yaradıcılıq metodunda indi bizə gülünç görünən qondarma izmlər kəşf edirdilər. Klassik yazıçılar sıxışdıraraq vəzifəli şəxslər, başabəla ədəbiyyatşünaslar 30-cu illərdə Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Süleyman Sani Axundov kimi səmimi qüdrətli yazıçılara qarşı bir sıra ağır məfkurəvi ittihamlar irəli sürürdülər. İlk nəşirdə müəllif Hüseynqulunun hər il o sinifdə qala-qara bir növ 4-cü sinifə çıxa bilməsi, daha bundan yuxarı sinifə keçə bilməyib, məktəbdən xaric olması, atası Mehdinin isə dövlətli olduğuna görə bu hadisədən çox da qəmgin olmaması haqqında məlumatı verir. Ədib yazır ki, Hüseynqulu ağa oxumağa fikir vermirdisə də, çox işində çox beçəridir, rəhmli idi, zəhməti çox sevirdi. Lakin sonraki nəşirlərdə rəhmli və zəhməti çox sevir çıxarılmış Hüseynqulu ağanın bədnam bir bəy olduğunu ortaya çıxarmaq üçün onun mənfi xüsusiyyətlərinə üstünlük verməyə çalışmışdı. Qorxulu nağıllar hekayəsi silsiləsinə daxil olunan sonuncu hekayəsi Əşrəf hekayəsidir. 1914-cü ildə yazıçının Əşrəf hekayəsi Məktəb jurnalının 8, 12, 17, 19-cu nömrəsində çap olunub. Bu hekayəni Süleyman Sani dərslərinə həmişə hazırlıqlı gələn Əşrəf Babayev adlı şagirdin xatirəsinə ithaf edir. Əşrəf hekayəsində tacir oğlu Əlmərdan Nəcibə adlı gözəl xasiyyətli bir qızla evlənir. Onların Əşrəf adlı bir oğlu olur. Əlmərdan gəmiçilik edir. Məlum olur ki, bir cühud onu yoldan çıxarır. Osmanlı torpağından gətirdiyi qaçaq malı Əlmərdanın gəmisinə yığıb Rusiyaya aparır. Nəticədə Əlmərdan ailəsi ilə birlikdə sürgün edilir.
Əşrəfin ata-anasından ayrı düşdükdən sonra Nikolay İvanoviç adlı alicənab, xeyirxah, həssas, təmiz niyyətli müəllimin himayəsində tərbiyə olunmasına yönəltmişdir. Amma çox təəssüflər olsun ki, Süleyman Sani Axundovun bu hekayəsi yarımçıq qalmış. Bugünkü gəncliyə bu hekayəsini tam şəkildə çatdıra bilməmişdir. Ömrünü fədakarlıq və şərəflə başa vuran Süleyman Sani Axundov həm öz müasirlərinin, həm də bugünkü yeni nəslin nəzdində alicənab bir insan, vətənpərvər ziyalı, əsl vətəndaş, tarixdə yaşayan, sənətkar kimi qalmış və qalacaqdır. Bu qədər. Çox sağ olun Şöhrət xanım, ətraflı məlumat üçün. Şöhrət xanım o qorxulu nağılların 1912-ci ildə məktəb jurnalında nəşr olunan ilk variantları ilə sonradan yazıçının üzərində işləyib etdiyi dəyişikliklərlə 36-cı ildə çap etdirdiyi kitabın nüsxələri arasındakı fərqləri qeyd elədi. Burada Nurəddin hekayəsindəki o detalı mən də qeyd eləmək istəyirəm ki, əsərin ilk variantında Nurəddinin anası onun boynundan atasına hədiyyə olunmuş Quran kitabını asır. Amma əsərin ikinci nəşrində o Quran kitabı yox, Sədinin Gülüstan əsəridir ki, kibrit qutusu boyda Gülüstan əsərini Nurəddinin boynuna asdı. Bunu bir dəfə də çıxışımda qeyd eləmişdim, indi də deyim. O Gülüstan adı ola bilər ki, həm də elə o yazıcı bəlkə də Gülüstan müqaviləsinə, o bizim boynumuza zorla asılmış o Gülüstan müqaviləsinin işarə vurmaq üçün o Quran kitabının əvəzinə onu orada qeyd eləmişdi. Sonra qeyd elədiniz o Qaraca qız hekayəsində əvvəlki nəşrlərdə Pəricahan xanım, Hüseyin ağa bəy orada bir qədər humanist hisslərlə belə dolu, mülayim təsvir olunur. Amma sonraki nüsxələrdə onları yazıcı tünd boyalarla işləməli olur ki, bu da o Sovet dövrünün bəy obrazlarından ədəbiyyatda tələb elədiyi o iştiriklər idi ki, yazıcı sonradan bunu öz əsərində əlavə eləməli olmuşdu, yenidən üzərində işləmişdi. Bəlkə də bugün həmin əsərlərin ilk variantı çap olunsa, dərsliklərdə həmin variantlar salınsa daha məqsədə uyğun olardı. Nəinki sonradan yazıcının Sovet dövründə üzərində məcburən işlədiyi variantların çapı və tədrisi. Asif müəllim burada əyləşib, hiss edirəm ki, söz demək istəyir. 5 dəqiqəli Asif müəllim sizi... Süleyman Sani Axundovun piyeslərindən biz danışdıq. Onun o piyeslərində, dramaturgiyasındakı iki xətti burada vurğulamağı istəyirəm ki, onun bu əsərlərində iki detal, bütün piyeslərindən xətt kimi keçir. Bir, maarifçiliyin təbliği, cahilliyin tənqidi isə, ikincisi də atalar və oğulların, o iki dəyişən formasiyanın, iki epoxanın o üzrə qalması məsələsi idi. Sonra digər hekayələrində də, yəni o maarifçilik, bir də bir maraqlı məsələ var, qorxulu nağıllar. Niyə qorxulu nağıllar adı qoymuşdu o hekayələrinə? Bu bir neçə tədqiqatçı tərəfindən şərh olunur ki, niyə qorxulu nağıllar? Axı uşaqların tutaq ki, biz psixologiyasını qorumaq üçün həmişə tutaq ki, qorxulu filmlərdən, əsərlərdən, qorxulu epizodlardan uzaq duraq. Bunu müxtəlif cür şərh edirlər. Mir Cəlal Paşayev deyir ki, Süleyman Sani Axundov o uşaqları gələcək həyata hazırlayırdı. O demək istəyirdi ki, həyatda onları hər cür çətinlik, hər cür qara qorxu, hər cür insanlarla üzləşmək gözləyir ki, onları bir növ o həyata hazırlayırdı. Könül Aydının da maraqlı şərhi var bununla bağlı. Deyir ki, qorxulu nağıllar başlığı uşaqları mütaliəyə dəvət edirdi. Uşaqların deyir, psixologiyasını yaxşı bilirdi Süleyman Sani Axundov. Düşünürdü ki, onlara qorxulu nağıllar adı qoymaqla onların diqqətini cəlb eləyəcək ki, və onlarda mütaliəyə marağı artıracaqdı. Yəni, hər iki versiya ağılbatandır, hər iki versiya yenə də sonda uşaqların oxumasına, mütaliə etməsinə, bədii ədəbiyyata artırılan marağına xidmət edirdi. Biz Süleyman Sani Axundovu və onun əqidədaşlarını, maarif cəhbəsindəki silahdaşlarını bugün ehtiramla yad eləyir. Onların bizim üçün yaratdığı həmin o ilk dərslikləri, ilk məktəblərin bugünkü səviyyəyə gəlib çatmasında onların xüsusi rolları olduqlarını qeyd edirik. Sağ olun, bir daha sizə təşəkkür edirəm. Orxan müəllim, Şöhrət xanım, çox sağ olun ki, gəldiniz. Ətraflı danışdıq sizdə onun həyatı və yaradıcılığı haqqında. Bizi dinləyən dinləyicilərimizlə çox sağ olun deyirəm.